Qoç. Əziz qoçlar, sabah yeni işləri, tanış olmadığınız bilik sahələrini öyrənmək üçün uğurlu gündür. Müxtəlif kurslara qatıla bilərsiniz. Öyrəndikləriniz bəlkə də həyatda birbaşa lazım olmayacaq, amma ünsiyyət dairənizi genişləndirəcək. Bu gün iş kollektivində nüfuzunuzu möhkəmləndirmək üçün əlverişlidir. Siz özünüzü təkcə etibarlı icraçı kimi deyil, həm də ideya generatoru kimi göstərə biləcəksiniz. Həmkarlarınıza qarşı həssaslıq və xoş münasibət əldə etdiyiniz nəticəni möhkəmləndirməyə kömək edəcək. Buğa. Buğaların bütün düşüncə və hərəkətləri bugün bu və ya digər şəkildə öz işlərinin başlanması və ya inkişafı ilə bağlı olacaq. Çox güman ki, dostlarla tamamilə yeni işgüzar münasibətlər qurulacaq. Lakin birgə layihələrin istədiyiniz qədər uğurlu olması çətin görünür. Axşam saatlarında gücünüzü uzanıb gedən bir romanı davam etdirməyə sərf etməyin. Özünüzə qarşı səmimi olun. Yəqin ki, siz də artıq bu cür münasibətlərdən yorulmusunuz. Ancaq qərar qəbul etməyi tərəfdaşa buraxmaq daha yaxşıdır. Hazırda ən vacibi nüfuzunuzu qorumaqdır. Əkizlər. Əkizlər üçün çətin gündür. Daim diqqət mərkəzində olmalı, fəal hərəkət etməli və qərarlar qəbul etməli olacaqsınız. Bu prosesləri həyatınıza böyük təsir göstərə bilən insanlar diqqətlə izləyəcəklər. Gözlənilmədən aldığınız bir xəbər yaxın ətrafınız haqqında fikrinizi kökündən dəyişə bilər. Lakin tələsik nəticə çıxarmayın. Məlumatın mənbəyini yoxlamağa çalışın. Çox güman ki, sizi sadəcə bir intriqaya cəlb etmək istəyirlər. Özünüzə qarşı belə münasibətə yol verməyin. Xərçəng. Xərçəng bürcünün nümayəndələri bu gün intriqanın qurbanına çevrilə bilərlər. Günahsız olduğunuzu sübut etməyə çalışmaq sadəcə vaxt və əsəblərinizi boşa xərcləmək deməkdir. Konkret bir işdə nəyə qadir olduğunuzu göstərin və münasibətlərin aydınlaşdırılmasına enməyin. Bu gün insanlar arasında daha az olmağa çalışın. Müzakirələrə qoşulmayın və rəhbərliklə mübahisə etməyin. Davranışlarınızda intuisiya deyil, yalnız şəxsi təcrübənizə əsaslanın. Bugün verilən bütün qərarlar məhz buna söykənməlidir. Şir. Şirlər üçün bugün qarşıya qoyulan məqsədə çatmaqda sakitlik və təmkin əsas rol oynayacaq. Həmkarlarla ideyalarınızı bölüşmək və ya dostlara maddi dəstək göstərmək sonda sizə fayda gətirəcək. Axşam saatlarında sevdiyiniz insana qarşı daha diqqətli olun. Xırda məsələlərdə güzəştə gedin. Bugün bir çox şir üçün yaşlı nəsildən olan qohumlar ön plana çıxacaq. Onlar qayğı və diqqət tələb edəcəklər. Əgər onlar üçün vaxt tapa bilsəniz, minnətdarlıqlarının həddi hüdudu olmayacaq. Qız. Bugün işdə baş verən hər şeyə diqqətlə nəzarət edin və səhvlərə yol verməməyə çalışın. Kiçik struktur və ya kadr dəyişiklikləri mümkündür. Bu halda öz şansınızı əldən verməmək vacibdir. İşgüzar əlaqələrinizdən, qarşı tərəfin etinadını qazanmaq bacarığınızdan və dostların köməyindən istifadə edin. Axşam saatlarında maliyyə xərcləri ilə bağlı qohumlarla fikir ayrılıqları yarana bilər. Sevgi münasibəti çıxılmaz vəziyyətə düşə bilər. Lakin bu, münasibətlərin yeni bir mərhələsinin başlanğıcı olacaq. Tərəzi. Tərəziləri bugün xoş bir görüş gözləyir. Bugünkü gün İşgüzar məsələlərin həlli üçün əlverişli zamandır. Sadəcə olaraq nəyə nail olmaq istədiyinizi dəqiq bilməlisiniz. Siz böyük səy göstərmədən faydalı tanışlıqlar qura biləcəksiniz ki, bu da hazırda peşəkar inkişafınız üçün xüsusilə vacibdir. Onların dəstəyi sayəsində gələcəkdə planlaşdırdığınız işləri həyata keçirə biləcəksiniz və əgər belə olarsa, kömək edən insanlara təşəkkür etməyi unutmayın. Əqrəb. Əziz əqrəblər, bugünkü ulduz falı yeni tanışlıqlar, gəzintilər və səfərlər üçün əlverişli bir gün vəd edir. Bugün bir çox əqrəblərə hadisələrə təzə baxış lazım olacaq. Ətrafınızdakı dünyanın nə qədər gözəl olduğunu və sizin də bu dünyanın bir parçası olduğunuza baxın. Belə yanaşmaq baş verənlərə müsbət təsir göstərəcək. İşgüzar sahədə iş prosesinə nəzarəti qismən itirmək ehtimalı var. Çünki fikriniz tez-tez işlə bağlı olmayan mövzulara yönələcək. Lakin məhz bugün həyat yoldaşınızın daxili aləmini yeni tərəfdən dərk edə, eyni zamanda yaradıcılıq sahəsində özünüzü reallaşdıra biləcəksiniz. Oxatan. Əziz oxatanlar, bugün diqqətli olmağa çalışın və düşünülməmiş qərarlar verməyin. Ulduz falına görə bugün iş yerini və ya fəaliyyət sahəsini dəyişmək üçün uyğun deyil. Dostlarla bağlı məyusluqlar istisna edilmir. Buna görə də bugün onlara güvənməmək daha yaxşıdır. Çox şey emosiyalarınızı nəzarətdə saxlamaq bacarığınızdan asılı olacaq. Günün ikinci yarısında bürcünüzün nümayəndələri xüsusilə ehtiyatlı olmalıdırlar. Bu vaxt xəsarət və bədbəxt hadisə riski artır. Oğlaq. Oğlaq bürcü üçün gün taleyində gözlənilməz dönəmlər və mümkün məyusluqlarla xarakterizə olunur. Yeni planlar isə çox güman ki, həyata keçməyəcək.
Bu gün müxtəlif anlaşılmazlıqlar, səhvlər və sevgi münasibətlərində gərginliklər ola bilər. Maliyyə əməliyyatları gözlənilən nəticəni verməyəcək, planlaşdırılan səfər isə ləngiyəcək və ya sizi məyus edəcək. Bu günə xas olan həyat enerjisinin azalması sağlamlığınıza mənfi təsir göstərə bilər. Dolça. Dolçalar üçün uğurlu gündür və bu gün mənəvi təmizlik simvolu ilə xarakterizə olunur. Günün səhəri sizə daxili sakitlik və yüksək iş qabiliyyəti gətirəcək. Yaranan məsələlərə qeyri-adi yanaşma isə müsbət nəticə verəcək. Bu gün əvvəlcədən planlaşdırılmış bütün xeyirli işlərin həyata keçməsi mümkündür. Uğur hər işinizdə sizə yoldaşlıq edəcək və bu tərəfdaşlarınızın dəstəyi sayəsində daha da güclənəcək. Balıqlar. Balıqlar üçün bu gün işlərdə təşəbbüs göstərmək və arzulanan nəticəyə çatmaq üçün səylə çalışmaq üçün ən əlverişli gün deyil. Bu gün üçün ən yaxşı yol keçmiş dövrün nəticələrini qiymətləndirmək, planların və işlərin gedişini dəyərləndirmək, yaranan əlaqələri yoxlamaqdır. Gözlənilməz məlumat almaq ehtimalı var. Həmçinin mövcud şərait sizi adət etdiyinizdən fərqli işlə məşğul olmağa məcbur edə bilər.